Eyni qaydada belə. Qıpqırmızı qızarana qədər bunu təkrar edirsiniz. Buradan da belə ötürürsünüz. Möhkəm tutun və çəkin. Buranı da edə bilərsiniz istiyorsunuz. Məndə ödəm yoxdur. Mən səhər saatlarıdır. Yenə də məndə. Əlbəttə ki, o səhər saatlarında duranda hamımızın üzü şiş olması normaldır. Çünki yatırıq və müəyyən proses getmir. Amma səhər durub masaj hərəkətləri, idman hərəkətləri etdikdə istər bədən, istər üz üçün normallaşma gedir. Bax, görürsünüz, necə möhkəm tutaraq edirəm bunu. Sinədə də edirsiniz, sinə qırışları. Üzdə də etmək olar. Sadəcə bugün sizə boyun xətlər üçün göstərmək istədim. Oradan belə də hərəkətlər edə bilərsiniz. Qızlar, heç nə etmirsiniz. Etsəz, bir ay sonra nəticəsini görəcəksiniz. Etmirsiniz, o səbəbdən də görmürsünüz. Asanda qaçırsınız botoksa, nə bilim, nəyin turşuları, inyeksiya ilə vurdurmağa, 3 gündə onların təsiri. Bu lazımdır, bu təbii yolla cavanlaşma.